Mingəçevir Sənaye Parkında rezident kimi qeydiyyata alınan yeni müəssisə mahluc, iplik və parça, həmçinin geyim istehsalı ilə məşğul olacaq. Azərbaycanın və Özbəkistanın birgə kapitalı ilə təsis edilmiş şirkət əsas xammal kimi yerli pambıqdan istifadə edəcək. Bu, Azərbaycanda bazar iqtisadiyyatına keçid dövründə ildən ilə azalan parça istehsalında geri dönüş olacaq. Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 1995-2023-cü illər arasında Azərbaycanda parça istehsalı 3 dəfəyə qədər azalıb. Əgər 1995-ci ildə Azərbaycanda 57,9 milyon kvadrat metr pambıq parça istehsal edilmişdisə, 2023-cü ildə bu göstərici 28,6 milyon kvadrat metrə düşüb. Oxşar azalma ipək parça istehsalında da müşahidə edilib. Əgər 1995-ci ildə Azərbaycanda 0,8 milyon kvadrat metr ipək parça istehsal edilmişdisə, 2023-cü ildə bu göstərici 0,3 milyon kvadrat metrə qədər azalıb. Bu illər ərzində Azərbaycan əhalisi 33% artıb. Yəni 1995-ci ildə 7,6 milyon olan əhali sayı 2023-cü ildə 10,1 milyonu keçib. Parçaya olan daxili tələbat 33% artdığı halda yerli parça istehsalı 3 dəfə azalıb. Yerli bazarın tələbi əsasən ithal parça və geyim hesabına ödənib. Məsələn, Dövlət Gömrük Komitəsinin materialları ilə hesabladıqda 2023-cü ildə Azərbaycana 600 milyon dollarlıq müxtəlif növ parçalar və parça istehsalı üçün lazım olan məhsullar gətirilib. Bundan əlavə ölkəyə ümumi dəyəri 300 milyon dollar aşan hazır geyim ixal edilib. Əslində bu ixal yerli istehsalla əvəzlənərsə, ölkə iqtisadiyyatı ildə 1 milyard dollar aşan əlavə dəyər istehsal imkanı qazanar. Mütəxəssis hesablamalarına görə daxili bazarda parça və geyim istehsalının təşkili aqrar sektorda 300 min tona yaxın əlavə pambığa tələb yaradar. Yəni fermerlərin də gəlirləri xeyli artar. Amma çağdaş dünyada dəbə uyğun keyfiyyətli geyim və parça istehsalı üçün innovativ texnologiyalara və böyük sərmayələrə ehtiyac var. Həm də aqrar sektordan yüngül sənayeyə, logistika və ticarətə qədər uzanan bir biznes zəncirinə ehtiyac var ki, bu da klasterləşmə vasitəsilə mümkündür. İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov Reala bildirib ki, Mingəçevir Sənaye Parkında rezident kimi qeydiyyata alınan yeni müəssisə tərəfindən Azərbaycanda tekstil sahəsində ilk klasterləşmə yaradılacaq. Bu günlərdə Mingəçevir Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Yeni rezident tərəfindən məhz Özbəkistan-Azərbaycan birgə müəssisəsidir ki, məhz Azərbaycanda ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə formalaşdırılacaq. Yeni rezident tərəfindən sənaye parkında görülən işlərə ümumilikdə 150 milyon manatdan çox investisiyanın yatırılması, 2300-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır. Müəssisənin 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Mingəçevir Sənaye Parkında hazırda investisiya portfeli 300 milyon manatdan çox olan iki sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bir müəssisə fəaliyyət göstərir. Qeyd edim ki, bundan başqa artıq sənaye parkına 150 milyon manatdan çox investisiya yatırılıb, 600 nəfərə yaxın insan daimi işlə təmin edilib. Növbəti mərhələdə sənaye parkına əlavə olaraq 150 milyon manat investisiyanın yatırılması, 2300-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır. Sənaye Parkında fəaliyyət göstərən birinci müəssisənin təcrübəsi göstərir ki, Mingəçevirin bu yeni müəssisəsinin də işi uğurlu olacaq. Çünki birinci müəssisədə istehsal edilən məhsullara çox böyük tələb var. Müəssisədə ipliklərin istehsalı həyata keçirilir və bu müəssisə 2018-ci ildə Cənab Prezidentin iştirakı ilə açılışı həyata keçirilib. 2018-ci ildən 2024-cü ildə daxil olmaqla sözü gedən müəssisədə 326 milyon manatlıq satış həyata keçirilib ki, bunun da 84%-dən çox hissəsi, yəni 276 milyon manatlıq hissəsi ixracın payına düşür. Qeyd edim ki, Mingəçevir Sənaye Parkının ixrac coğrafiyası genişdir. Belə ki, parkda istehsal edilən məhsullar Portuqaliya, Polşa, Pakistan, Belçika, Türkiyə, Ukrayna və sair ölkələrə ixrac edilib. Qeyd edim ki, Mingəçevir Sənaye Parkında da digər sənaye parklarında olduğu kimi sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına qurulan infrastruktura qoşulmaqla öz biznes layihələrini həyata keçirə bilərlər. O cümlədən bu sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, mənfəət, torpaq vergilərindən istehsal məqsədi ilə texnika və texnoloji avadanlıqların idxalı zamanı tam olaraq ƏDV və gömrük rüsumlarından azad olunurlar. Sənaye Parkında yaradılmış əlverişli biznes mühitində istehsal edilən məhsullar rəqabət qabiliyyətli olacaq. Bu, ilk növbədə daxili bazardan ucuz ixal məhsullarını keyfiyyətli yerli məhsullarla əvəz etməyə imkan yaradacaq.